اللهم اجعل محياي محيا محمد وآل محمد ومماتي ممات محمد وآل محمد. O iki əsas məsələdir, onda yoxuq. Nədir əsas məsələ? Allahın müqəddəs kitabı Quran. Bilirik həqiqətdir, bilirik hər şeyin gözəlliyi oradadır. Düşmənlə necə düşmən olmaq, dostla necə dost olmaq, hamısını bilirik ki oradadır. Amma ora əl tapanmırıq, onu biz üns tapanmırıq, Quranla ünsiyyət qura bilmirik deyən, artıq biz həqiqətlərə də düzgün çatamırıq, o şirinliyi dadanmırıq. Bir məsələ də budur, bizim dua ilə, zikirlərlə, əhl-i beytlə ünsiyyətimiz. Bunlar hamısı bir-birinə elə bağlı məsələlərdir ki, ta ki biz bunu həyatımızda dəqiq şəkildə, yəni dəqiq proqram şəklində, davamlı şəkildə həyatımızda bunu icra eləməsək, o iki yerə çatmaq lazımdır. Allah istədiyi, Peyğəmbər istədiyi, Əhl-i Beyt istədiyi və bir ziyarəti aşırıda buyurur ki, Allahümmə cəl məhyaya məhya Muhammedin və ali Muhammed, Allahümmə sallallahu Muhammed və ali Muhammed və məmati məmatə Muhammedin və ali Muhammed. Allah bizə Peyğəmbər və Əhl-i Beytinin yaşayışı kimi yaşayış ver və onların ölümü kimi ölüm nəsib elə. Məgər Peyğəmbər və Əhl-i Beytin yaşayışı Qurandan kənarmı bir yaşayışdır? Yox. Və hər nə var idisə onların Qurandan idi. İlahi müqəddəs Quran kitabdan. Taqətim əldən alıbsan, taqətim əldən alıbsan, dərd əlindən, qəm əlindən, dərd əlindən, qəm əlindən, nə yaman hala qalıbsan, nə yaman hala qalıbsan.